Salam əziz və dəyərli izləyicilər, hər vaxtınız xeyirli, uğurlu olsun. Sizləri ömrün meyvəsi verilişində xoş gördük. Mövzumuz övlad tərbiyəsi haqqında olacaq inşallah. Dəyərli qonağımız, əziz ustadımız bu barədə silsiləvi söhbətlər edəcək. Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur ki, övladlarınızı mənim əhl-i beytimin və Qur'anın məhəbbəti ilə tərbiyə edin, böyüdün. Övlad tərbiyəsinin zəruriyyəti aksiyondur, yəni isbata ehtiyacı yoxdur. Biz dini nöqteyi nəzərdən baxmasaq, bütün tarix boyu valideynlərin belə bir narahatçılığı olub ki, mən övladımı necə düzgün tərbiyə edim. Tərbiyənin məğzi qurulub insanşünaslıq üstündə. Mən bir şəxsi tərbiyə etmək üçün onun xüsusiyyətlərini bilməliyəm. Əgər bağban o ağacın xüsusiyyətlərini bilməsə, keyfiyyətlərini bilməsə, tələbatını, ehtiyacını bilməsə, fayda görə bilməyəcək. Tərbiyədə də biz gərək qarşıdakı insanı tərbiyə etmək istəyirik, onun xüsusiyyətlərindən biz bələd olmalıyıq.